Bu gördüğümüz rentgen, ayağın rentgen müayinəsi, sağ və sol ayağın rentgen müayinəsi 62 yaşlı pasiyentimizə aiddir. Və burada gördüyümüz kimi pasiyentimizin ayağında daban tikanı, daban mahmızı və yaxud da ki daban şporu deyilən bir əlamət var. Bu pasiyentimiz də səhər yuxudan uyanıb ayağını yerə basarkən güclü ağrıları olur. Bir müddət yeriyəndən sonra ağrılar keçir və oturub yenidən qalxdıqda isə ağrılar təkrarlanır. Rentgen müayinəsi ilə biz bu əlamətlərə əsasən asanlıqla daban tikanı diaqnozunu qoya bilirik və bu zaman artıq görünür ki, plantar fasiyit başlamışdır. Ayağınızın altında olan plantar fasiyanın iltihabı başlamışdır və biz də pasiyentimizin dabanını müayinə eləyərkən daban nahiyəsində, daban altı nahiyədə ağrılar, şişkinlik, qızartı və istiliyin olduğunu gördük. Bununla da plantar fasiyit, daban şporu, daban mahmızı diaqnozumuzu dəqiqləşdirdik və müalicəmizə başlayacağıq.